2025-ci ilin son açıqlamalarında Qurban Qurbanov narazılığını bildirmişdi. Hardasa bir qədər də çarəsiz olduğu görünmüşdü açıqlamasından. Bildirmiş ki, futbolçularımızın 90%-na hətta, bu kifayət qədər böyük rəqəmdir. Rəsmi təkliflər var, rəsmi olmasa da müəyyən təkliflər var, hansısa yollarla, menecerlərimiz, skantlarımız vasitəsilə. Heyəti qorumaq bizim üçün çətindir, bu durumda qərarlar vermək çətindir. Haqlı olaraq futbol ictimaiyyətində də narazılıq var idi, azarkeşlərdə də bir, daha doğrusu narahatlıq var idi ki, Qarabağın gələcəyi necə olacaq, bu heyəti qoruyub saxlamaq baxımından nəzərə alaq ki, Çempionlar Liqasında da mübarizə davam edir. Bizi yanvarda 2 önəmli oyun gözləyir play-off yolunda. Amma artıq Qarabağ azarkeşlərini rahatladacaq bir xəbər var. İnformasiya var ki, Qurban Qurbanov qərar verib futbolçuların ayrılmağı ilə bağlı bir hərəkətlilik olmayacaq qış transfer dönəmində. Qurban Qurbanovun net qərarıdır. Elə bu barədə bir informasiya da var. Mümkünsə onu verərik də, Nicat, zəhmət olmasa. Qolas saytında belə bir informasiya var, mənbə olaraq qeyd edək. Qolas saytında var ki, Qurban Qurbanov rəhbərliyə konkret olaraq bildirib, qış vasitəsində heç bir futbolçunun ayrılmasını istəmir bir mənalı şəkildə. Bu məsələ yay vasitəsində baxılacaq və bu isə o deməkdir ki, ən pis halda bu heyət qorunub saxlanacaq. Necə düşünürsən? Sözün açığı, əlbəttə ki, bu normaldır ki, bir komandada uğurlu çıxışlar varsa və belə deyək də, bu uğurlu çıxışları artıq bir yox, bir neçə mövsümə yaymısansa, təbii ki, artıq orada, belə deyək də, futbolçulara transfer təkliflərinin olması normaldır. Yəni, burada qeyri-adi bir şey yoxdur və bu da normaldır ki, Qurban müəllim də istəmir ki, komandanın, belə deyək də, bir çox futbolçusu komandadan ayrılsın. Çünki onların yerinə, hətta gedənlərin yerinə gələn futbolçuların da nə qədər yaxşı olub-olmayacağında bir müəmmadır. Yəni, bunu da bilmək olmur. Və Qolazda qeyd etdiyim həmin o xəbəri zəhmət olmasa verək ekrana uşaqlar. Deməli, Qolaz saytı bildirir ki, bu mövsüm UEFA Çempionlar Liqasındakı oyunlardan sonra Qarabağın bəzi yerli və əcnəbi oyuncularına xaricdən real təkliflər var. Amma Qurban Qurbanov ən azı qış vasitəsində heç kimi buraxmaq niyyətində deyil və heyəti qoruyacaq. Bu baş məşqçinin qəti mövqeyidir. Bu mövqe Neftçi azarkeşləri, daha doğrusu Qarabağ azarkeşlərini bir mənalı olaraq sevindirəcək, təbiidir. Futbol ictimaiyyəti üçün də hardasa xoş ola bilər. Çünki heç kim Qarabağın zəifləməsini istəmir. Nəzərə alaq ki, Çempionlar Liqası kimi nüfuzlu yarışda çıxış edir. Bura qədər əla, hamımız üçün xoş. Amma sənin diqqət etdiyin digər məqam var. Məhz qarşılarına bariyer qoyub buraxmırıq sizi demək. O futbolçuların motivasiyası necə təşkil edir, Ahmet? Bunu hansısa formada cilalamaq mümkün olacaqmı? Sözün açığı, təbii ki, futbolçuya təsir eləyə bilər, yəni sözsüz. Amma mən belə fikirləşirəm ki, bu Qarabağ üçün böyük bir şansdır. Nə mənada? O futbolçuları daha da parlatmaq baxımından o klubun, belə deyək də, adını daha da böyük o auditoriyada səsləndirmək üçün, hətta bəzən tutalım ki, hansısa bir futbolcuya təklif gəlir və yaxud da hansısa bir Avropanın tanınmış klublarından birinin hətta maraq dairəsinə belə düşsə hansısa bir futbolcu, məncə Qarabağ bunu çox böyük şişirtməlidir, yəni mətbuat vasitəsilə. Çünki bu birbaşa klubun imicinə və o maraq dairəsinin artmasına sərayət göstərir də, belə deyək. Məncə Qarabağ bundan çox yaxşı istifadə edə bilər. Düzdür, futbolçunu buraxdı, buraxmadı, o klubun öz prinsiplərdir, öz işidir. Amma məncə hətta bu halda belə, hansı ki deyilir ki, Qarabağın 90% futbolçusuna təklif gəlib, düzdür. Bundan inanılmaz reklam kimi, yəni klubun imici üçün çox yaxşı istifadə eləmək olar məncə. Bundan sonraki dönəm. Yəni bundan sonraki dönəm. Təbii ki, bu iki oyun da çox önəmli olacaq. Məsəl üçün nəyi demək istəyirəm? Tutalım ki, eşitirik ki, Yankoviçə Olympiakosdan təklif gəlib. Məsəl üçün. Yəni sən bunu elə bir belə deyək də, o balonu elə bir şişirdə bilərsən ki, bazara rəqabət gətirir. İstəməyən klublar da həvəs edir. Söhbət Azərbaycan bazarından getmir ha. O istər artıq Olimpiyakosun maraqlandığı klubla, məsəl üçün deyirəm, Celta Vigo da maraqlana bilər. Nə bilim, Elfə də maraqlanır. Çünki
bu qulaqdan qulağa gəzən bir şeydir də transfer dönəmində. Başa düşürsən demək Elə istəyirəm. Panathinaikosun özü olsunlar. Yəni məsəl üçün Qarabağ bundan çox yaxşı istifadə edə bilər. Yəni mənim bu şəxsi fikrimdir. Amma o ki qaldı sənin dediyi və sözün açığı o baxır ki, futbolçuya gələn təklifin dəyəri nədir və yaxud da tutaq ki, hansı təklif kluba irəli sürüblər və yaxud da futbolçunun özünə hansı təklif irəli sürüblər. Məsəl üçün deyirəm, Qarabağda 100 manat alan futbolçuya 300 manat təklif eləyirlərsə və klub razılaşmırsa futbolçunun getməyinə, təbii ki, bu futbolçuya təsir eləyəcək.